Herkese salam. Növbəti faydalı videonu çəkirəm. Bugünkü videomda fərdi şəxsi hesab haqqında arayışı, yəni pensiya kapitalı haqqında arayışı onlayn şəkildə necə əldə etmək lazımdır, onu göstərəcəm inşallah. Artıq bir çox dövlət xidmətləri rəqəmsallaşıb və bu da bizə vaxt itirmədən, növbələrdə gözləmədən lazım olan sənədləri əldə etmək imkanı yaradır. Lakin bəzi hallarda insanlar bu prosesin necə işlədiyini tam olaraq bilmirlər və əlavə çətinliklərlə qarşılaşırlar. Bu videoda mən sizə addım-addım heç bir mürəkkəblik olmadan pensiya kapitalı haqqında arayışı onlayn formada necə əldə edə biləcəyinizi izah edəcəyəm. Əgər siz də bu məlumatı tez və düzgün şəkildə almaq istəyirsinizsə, videonu diqqətlə izləyin. Birinci növbədə hər hansı bir brauzerə daxil oluruq. Burada MyGov ID yazırıq. MyGov ID yazırıq. İlk çıxan yazıya toxunuruq. Yuxarıda sol tərəfdə MyGov ID yazılan yerə klik edirik. Sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Burada indi birinci növbədə deməli şəxsi kabinetə giriş eləmək lazımdır. Mən MyGov ID proqramından giriş edəcəm. Əgər sizdə yoxdursa, digər üsullar yazılan yeri seçirsiniz. Buradan sima imza, asan imza və identifikasiya nömrəsi, yəni bu məlumatlarla, şəxsiyyət vəsiqəsi məlumatlarla şəxsi kabinetinizə daxil ola bilərsiniz. MyGov ID proqramını açıram. QR kodu telefonla skan edirəm, təsdiqləyirəm və anında mənim şəxsi kabinetimə daxil oldu. Buradan birinci yazılan yerə, yəni MyGov baxırsınız. MyGov yazılan yerə toxunuruq. Daxil olun yazılan yerə toxunuruq. Və bizi my.gov.az deməli səhifəsinə yönləndirdi. Burada sol tərəfdə yuxarıda baxırsınız, yazılıb ana səhifə və sağ tərəfdə xidmətlər. Xidmətlər yazılan yerin üzərinə gəlirsiniz və avtomatik 3 bölmə açılır. Buradan qurumlar yazılan yerə toxunuruq. Fərdi şəxsi hesab haqqında arayışı biz alacağıq Allahın köməyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsindən. Onun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılan yerə toxunuruq. Aşağı düşürük. Baxırsınız, fərdi şəxsi hesab haqqında arayış. Sol tərəfdə yazılan hissəyə toxunuruq. Müraciət et yazılan hissəyə toxunuruq. Deməli, fərdi şəxsi hesab haqqında arayış. Gəldiyində əsas deməli necə müraciət edəcəyimiz səhifəyə. Buranı diqqətlə izləyin. Arayışın təyinatı. Baxırsınız.
Sol tərəfdə yuxarıda arayışın təyinatı olan yerə toxunuruq. Burada 4 variant var. Arayışı hansı məqsədlə alırsınızsa onu seçməlisiniz. Viza almaq üçün, kredit almaq üçün, yəni hansı qurum tələb edirsə ona görə seçirsiniz. İpoteka krediti almaq üçün və digər. Bu 3 qurumdan biri tələb eləmirsə, digər bölməsini seçmək lazımdır. Yəni ən uyğun bölmə budur. Mən digər bölməsini seçirəm. Sənədin etibarlılıq müddəti. Yəni əldə edəcəyiniz onlayn sənədin etibarlılıq müddətini özünüz təyin edirsiniz ki, nə qədər vaxta sənəd qüvvədə olsun. Məsəl üçün, mən bugün ayın 18-i mən bir gün qüvvədə olmaq üçün, yəni ayın 19-dan seçəcəm inşallah. Buraya toxunuruq. Gün yerinə mən seçirəm ayın 19-u. Ay yerinə 4-cü ay 04. İl yerinə 2026. Deməli, alt tərəfdə arayışın təqdim olunacağı yer. Əgər ünvanlı bölməsini seçsəniz, hansı quruma təqdim edəcəksinizsə, o qurumun adını burada yazmalısınız. Əgər ümumidirsə, sol tərəfdə ümumi olan hissəyə klik edirik və davam edirik. Deməli, onun alt hissəsində əlaqə məlumatlarını məndə avtomatik olaraq deməli, qeyd olunub. Telefon nömrəsi. Siz öz əlaqə məlumatlarınızı buraya əlavə edirsiniz. Deməli, onun alt hissəsində də elektron poçt ünvanı, yəni e-mail adresinizi bu hissəyə qeyd edirsiniz. Və elektron poçtun alt hissəsində fərdi şəxsi hesab haqqında arayışı hansı ildən hansı ilə almaq istəyirsinizsə o qeyd olunub. Məsəl üçün, başlanğıc ili. Mən seçirəm 2006-cı il. 2006 başlanğıc ilini seçirəm. Son il isə 2026 seçirəm. Və deməli, onun alt hissəsində ödənişləri ödəmiş sığorta edənlər barədə məlumat əks olunsun. Yazılan yeri klikləyirik ki, yəni bütün məlumatlar onlayn arayışda qeyd olunsun. Deməli, bu məlumatları qeyd edəndən sonra təsdiqlə düyməsinə toxunuruq. Arayış uğurla yaradıldı və yükləndi. Avtomatik olaraq telefonla daxil olmuşsunuzsa, telefonla əldə edilirsinizsə telefonunuza yüklənəcək. Əgər kompüterlə daxil olsanız, deməli yuxarıda sağ tərəfdə yüklənmə bölməsi görək, sizdə də kompüterdə mövcuddur. Birbaşa deməli kompüterinizə hər hansı bir deməli bölməyə yüklənəcək. Həmin arayışı da deməli telefonunuza, dediyim kimi telefonla əldə etsəniz PDF formatda yüklənir həmin arayış. PDF formatda telefona və yaxud da kompüterə yüklənir. O arayışı hər hansı bir kserokopiya yerində özünüzdə varsa lap yaxşı, özünüzə kserokopiya ilə çıxarırsınız. Yoxdursa hər hansı bir kserokopiya yerinə yaxınlaşıb arayışı PDF formatda, yəni telefonunuzdan ötürürsünüz həmin onların kompüterinə və sizə sənəd formasında həmin arayışı verirlər. Deməli, fərdi şəxsi hesab haqqında arayışı, yəni pensiya kapitalında haqqında arayışı onlayn formada almaq videosu bu qədər. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.